Biz Qarabağ məsələsini bir dəfəlik həll etmişik. Lakin görünən odur ki, bəzi siyasi mərkəzlər hələ də bu reallığı tam qəbul edə bilmirlər. Rusiya və Ermənistan rəhbərliyinin görüşündə Qarabağ adının yenidən çəkilməsi bəzi suallar doğurur. Rəsmi Bakı diplomatik kanallarla bir daha xatırladır. Azərbaycanın daxili işləri heç bir beynəlxalq platformada sövdələşmə predmeti ola bilməz. Kremldə Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdə əsas gündəm iki tərəfli münasibətlər olsa da, diqqət çəkən məqam Qarabağ mövzusunun da müzakirəyə çıxarılması olub. Ermənistanın baş naziri bildirib ki, İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi Rusiyanın bu barədə 2 dəfə açıq bəyanat verməsindən sonra tanıyıb. Bu açıqlama tərəflər arasında yanaşma fərqlərinin mövcudluğunu bir daha üzə çıxarır, eyni zamanda sülh gündəliyinə xələl gətirir. Ekspertlər isə sual edir. Azərbaycanın daxili məsələsi olan Qarabağ niyə üçüncü ölkələrin siyasi müzakirə obyektinə çevrilir? Dəfələrlə Rusiya prezidentinin əvvəlki görüşlərdə də, müxtəlif platformalarda da Ermənistanın baş nazirinə bunu xatırlatması ki, siz Azərbaycanın ərazi bütövlüyünü tanımısınız. Yəni, bu onu göstərir ki, Ermənistanın bu addımı Rusiyanı narahat edir və bugünə kimi Rusiya bu mövqeyi dəfələrlə açıq şəkildə bildirir. Bu, Ermənistanla Azərbaycan arasında gedən bir prosesdir. Biz artıq sülh dövrünə qədəm qoymuşuq. Ona görə, əgər kimsə bu prosesə töhfə vermək istəyirsə, sülh prosesinə töhfə verməlidir. Rəsmi Bakı isə məsələyə dərhal reaksiya verib. Xarici İşlər Nazirliyi bəyan edib ki, Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük vətən müharibəsi və 2023-cü il 24 saatlıq antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq tam bərqərar olub. Nazirlik diplomatik kanallar vasitəsilə Rusiyanın diqqətinə Azərbaycanın daxili işlərinə aid məsələlərin ictimai müzakirəyə çıxarılmasının qəbul edilməz olduğunu da çatdırıb. Ekspertlərin sözlərinə görə Rusiya tərəfinin bu məsələni indi gündəmə gətirməsi xoşuna deyil. Birinci məqam təzyiq xarakterli addımlardır. Şübhəsiz, Rusiyanın ənənəvi olaraq siyasi məsələlərdən manipulyasiya etmək kimi bir ənənəsi var, vərdişi var və görünür bu vərdişdən yenə də əl çəkmək niyyətində deyirlər. Eyni zamanda Ermənistan daxilindəki proseslərə bir münasibət bəsləmək istəyir. Təbii ki, bu Ermənistan daxilində Rusiyanın uzun illərdən bəri himayə etdiyi revanşçı qüvvələrin, müharibə canilərinin ideoloji nəfəsliyinin açılması istiqamətində göstərilən bir səy kimi də qiymətləndirilə bilər. Millət vəkili əlavə edir ki, Azərbaycanda heç kim təkcə rəsmi səviyyədə deyil, eyni zamanda ictimai səviyyədə belə Rusiyanın əraziləri ilə bağlı hər hansı bir formada müzakirə açmayıb. Bu yanaşmanı beynəlxalq hüquqa və siyasi etikaya hörmət kimi qiymətləndiririk və mövqeyimiz daim bu prinsiplərə əsaslanıb. Azərbaycanda başqa dövlətin ərazilərinə hər hansı bir formada iddia və yaxud münasibət məsələsinin gündəmə gətirilməsi kimi bir anlayış da yoxdur. Bu baxımdan Rusiya bu yanaşmadan nümunə götürə bilər. Rəqsanə Qasımzadə, Atababa Vəliyev, İTV Xəbər.